ifa etdiyiniz başlanğıcda köhnə Azərbaycan filmində həsrətindən deyirsinizsə, ifa edərəm, no problem. Yəni, Yusuf istədiyiniz mahnı həsrətindəndirsə, no problem. Teşekkürler. Bilmədim hansı mahnı. Mahnının adını deyin, sonra mən bilmədim hansı mahnını deyirsiniz. Olabilir ama mahnının adını bildim indi ifa etdiyim mahnı. Sizin istediğiniz mahnının adını soruşuram. Mən nə bilim bunun başlanğıcı. Yəni budur bunun başlanğıcı. Ama mən bunu Azərbaycan xalq mahnısına oxşatmadım. Yəni mahnının adını desiniz bəlkə bildim. Eyüp Yaqubun mahnısı bir dəqiqə deyirəm. Eyüp Yaqubun hansı mahnısı bilmirəm. Ayrılık dediğiniz fikrinden geceler yata bilmirəm olan ayrılıqsa no problem, onu bilirim. Teşekkür ederim, minnettarım. Siz de mükemmelsiniz. Aleyküm salam, yeni gelenler. Hoş gelip. Yok bilmirəm, eşitməmişim. Böyük ehtimalla ya da yadımda değil. Həsrətindən ifa eləmişdiniz. O yəqin. Yok, həsrətindən demir. Bunu deyir. Türk mahnısıdır. Bu hayatta bizi bayım. Həmən mahnıdır. Sarı gəlini yaxşı ifa etmirəm deyə ifa etməyəcəm. Yəni, ümumən ona tərəf getmirəm. İfa etmiş bugün oynayabiliyor, yine ifa ederek. Ekranda maksimum beğeni ki ekran beğenisi görmürəm.
Teşekkür ederim, cebiniz dolu olsun. Beni sev hedeflerimiz var. Tamamlasak çok çok sevinirim. Ben bugün ne kadar həsrətindən info etmişim. Ne oldu size? Bayağı da qeyd etdim. Ayrılıq mahnısını isteyen xanımdır, bəydir, bilmirəm kimdir. Ayrılıq dediyiniz fikrindən gecələr yata bilmirəm olanda yoxsa başqasıdır? İkinci dəfə soruşuram artıq, cavab görmürəm. Cavab gəlməsə zaten ifa etməyəcəm, inciməyin. Sonra deyirlər ifa etmir. Bir daha tekrar yazsa siz size gideceksiniz.